Qədim Borçalıda bir sıra tarixi və mədəni abidələr mövcuddur. Onlardan biri də Qızılhaclı kəndində yerləşən qədim tarixə malik İmam Həsən əleyhissalam məscididir. Məscid binası geniş bir həyətin içində yerləşir və qara daşdan inşa olunub. Məscidin təqribən 8 metrlik minarəsi də mövcuddur. Məlumatlara görə məscidin tikilmə tarixi barədə rəsmi və dəqiq arxiv məlumatları geniş yayılmayıb. Ehtimal olunur ki, məscid binası 2 əsrdən artıq müddət əvvəl yerli sakinlərin təşəbbüsü ilə tikilib. Daha sonra isə yenidən kənd əhalisinin təşəbbüsü ilə məscid binası genişləndirilib. Qızılhaclı eli Borçalıda sayılır seçilən ellərdəndir. Bəlkə də ən böyük kəndlərdən biri olan Qızılhaclı kəndidir. Borçalının əksər kəndlərində məscid olmayan vaxtı Qızılhaclıda məscid var idi. Bu məscidin tarixi çox uzundur. Bu məscidin tarixi bəlkə də 300 il bundan əvvəl olan bir məsciddir. Bu məscid əvvəllər əlbəttə ki, bu gördüyümüz şəkildə belə deyildi. Bu məscid əvvəllər kəndi sahəsi də, xalqı da bu belə bir böyük sahə deyildi. Ona görə də məscid əvvəllər nisbətən balaca bir şəkildə tikilmişdir. Ancaq müasir vaxtda kənd böyüdüyü üçün, xalqımız artdığı üçün, cavanlarımız artdığı üçün daha məscid də böyüməyə başladı. Bu minvarla məscidi ikinci dəfə təmirə başladılar. Təmirə başlayanda sağ olsun kəndi cəmaatı, ağsaqqalları, cavanları bu işdə çox böyük məsuliyyət hiss edib, məscidin tikilməyinə, məscidin yaranmağına, təzədən tikilməyinə kömək edirlər. Ancaq məscidin tarixinə bir daha deyirəm ki, gələndə bunun tarixi çox böyükdür. Şəxsən mən deyərdim ki, mənim babamın babası da bu məsciddə ibadət edirlər. Mənim babam 1860-cı ildə arada olub. Babamın babası isə 1700 il təxmini bu məscidin tarixi yenə təşkil edir. 300 ildən artıq bunun tarixi var. Hazırda məsciddə dini mərasimlər, icma tədbirləri, cəmaat namazları, Ramazan və Qurban bayramları, Məhərrəm məclisləri kimi xüsusi mərasimlər geniş şəkildə qeyd olunur. Məsciddə axşam namazları cəmaatla bərpa olunur. Hər gün məscidin əzan səsi ucalır və bununla yanaşı dini tədbirlərin qeyd olunduğu bir məkandır. Xüsusilə böyük bayramların, əlamətdar günlərin qeyd olunması yüksək coşquyla və insanların böyük marağı ilə, həmçinin möminlərin fərqli sahələrdə dəstəyi ilə neçə illərdir bu məsciddə davam edir bu tədbirlərin keçirilməsi. Xüsusilə vurğulamaq istəyirəm ki, Məhərrəm aylarında daha geniş və ətraflı şəkildə bu tədbirlər həyata keçirilir. Eyni zamanda zaman-zaman məscidin daxilində insanları, gəncləri maarifləndirmək üçün dini proqramlar təşkil olunub və olunur. Bəzi vaxtlar onlayn şəklində, bəzi vaxtlar huzuri şəkildə bu proqramlar davam etməkdədir. Qızılhaclı İmam Həsən əleyhissalam məscidində həmçinin sosial ehtiyacı olan insanlara hər ay yardım göstərən xeyriyyə fondu da fəaliyyət göstərir. Məscidin tədris, məarif və daxili proqramlarından əlavə bununla yanaşı məscidin bir də xarici proqramları var ki, sosial cəhətdən az təminatlı ailələrin müraciət yeri olur bəzi vaxtlar məscidlər. Bəzən görürsən ki, elə insanlar olur ki, hər yerdən əli üzüləndə Allah evinə müraciət edir, həyata keçiririk. Hər ay məscidin sosial yardım proqramları olur. İmam Həsən əleyhissalam adına fondun dəstəyi ilə və cəmaatın iyanələri və sədəqələri ilə 30, 35, 40, bəzi əlamətdar günlərdə, bayramlarda 50, 60 ailəyə qədər
məscid əl uzadır bu ailələrə. Xüsusilə Fitr bayramında, Qurban bayramında, Novruz bayramı və Yeni il proqramlarında daha xüsusi paşetlər və xüsusi yardımlarla həmin ailələri ziyarət edir. Qızıl Hacılı İmam Həsən əleyhissalam məscidi kəndin tarixi kimliyinin simvollarından biridir. Məscid binası sadəliyi və qədimliyi ilə həm yerli sakinlər, həm də gələcək nəsillər üçün vətən sevgisi və dini bağlılıq mərkəzi kimi hesab olunur.